Bakıda qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir. Bakı bugün Şərqlə Qərbin mədəni dəyərlərini özündə birləşdirən mədəniyyət mərkəzidir. Paytaxt Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür. Bakı gündən-günə inkişaf edir, dəyişir, amma buna paralel olaraq öz qədim simasını da qoruyub saxlayır. İçəri şəhərin qədim memarlığı ilə müasir şəhər infrastrukturu arasında mövcud olan harmoniya buna ən uğurlu nümunədir. Təkcə Bakı yox, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri də öz memarlığı ilə seçilir. Şamaxıda 743-cü ildə tikilmiş qədim məscid, Naxçıvanda 12-ci əsrə aid Möminə xatın türbəsi, Gəncə, Qəbələ şəhərləri, Şəki şəhəri yaxınlığında Kiş kəndində yerləşən kilsə. Bütün bunlar Azərbaycan memarlığının qədim inciləridir. Vaxtilə əcdadlarımız tərəfindən tikilən bu memarlıq abidələri həm Azərbaycan xalqının memarlıq ənənələrinin, həm də bizim tarixi irsimizə, mirasımıza münasibətimizin göstəricisidir. Bugün biz yeni bir dünya yaradırıq Azərbaycanda və bu yaratdığımız yeni şəhər kompleksləri həm əlbəttə ki öz qədimliyini qoruyur, həm də modern müasir standartlara cavab verir. Biz bugün qədimliklə yeniliyin sintezini çox uğurla həyata keçirərək yeni bir urban yaradırıq, yeni şəhərsalma siyasəti həyata keçiririk. Düşünürəm ki, bu böyük bir örnəkdir. Xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün çox böyük bir örnəkdir. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi sürətli bərpa quruculuq işləri ilə dünyaya yeni unikal bir nümunə təqdim edir. İşğal zamanı dağıdılan, yerlə yeksan edilən, məhv edilən şəhərlərimiz yenidən qurulur. Tarixi, mədəni abidələrimiz bərpa olunur. Postmüharibə dövründə Azərbaycan işğaldan azad olmuş ərazilərimizi intensiv şəkildə bərpa edir və quruculuq işləri davam edir. Məsələn, bu kontekstdən Azərbaycan nümunəvi və eyni zamanda model ölkələrdən biridir. Dövlət büdcəsinin bu istiqamətdə son illər 23 milyard manatdan çox vəsait ayrılır. Artıq 85 milyona çox vətəndaşımız işğaldan azad olmuş ərazilərimizdə məskunlaşır, yaşayır və təhsil alır. Eyni zamanda çalışırlar, işlə təmin olunublar. Ölkə ərazisində görülən geniş miqyaslı abadlıq işləri və reallaşdırılan layihələr onu deməyə əsas verir ki, şəhərsalma fəaliyyəti milli kimliyimizin və tarixi irsimizin qorunması prosesi ilə paralel şəkildə aparılır.